Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala eşrefil enbiya'l murselin. Nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Sözsüz ki qardaşlar, nemətlər çoxdur. Elhamdülillah. Və lakin bu dünya belədir ki, səni həmişə nemətlərə şükür etməyə unutturur. Ona görə Allah Subhanahu taala Quranda insan barədə danışanda deyir ki, insan nankor yaradılıb, nemətləri görmür. Və nemətlər də qardaşlar olduqca çoxdur. Allah Subhanahu taala deyir ki, "Və en ta'uddu ni'metallahi la tuhsuh." Yəni Allahın nemətlərini saymaq istəsən, sayıb qurtara bilmərsən. Və ən böyük nemətlərdən biri də qardaşlar, İslam nemətidir. Düzgün yolda olmaq. Və ən mühüm də qardaşlar, İslam nemətində təkcə İslamda olmaq deyil. Məhz bu yolda sabit qalıb və bu yolda dünyadan getməkdir. Əsas budur. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm ən çox etdiyi dualardan biri: "Ya muqallibul qulub, səbbit qalbi alə dinik." Ey qəlbləri dəyişdirən Allah, mənim qəlbimi öz dinində sabit et. Və bu da qardaşlar, həqiqətən fikirləşsəniz, görərsiniz ki, böyük nemətdir və çox müsəlmanlar bu nemətdən məhrumdur. Nə qədər görürsən qardaşlar var idi, tanıyırdıq. Haçansa namaz qılırdılar, sonra namazı tərk etdilər. Və nə qədər qardaşlar var idi ki, düzgün əqidədə idilər, lakin zəlalət əqidələri gəldi, azdılar. Müxtəlif firqələrə düşdülər. Kim xavariç oldu, kim təkfirçi oldu, kim Qurani oldu. Lakin vaxt vardı, hamısı sabit idilər sünnə üzərində. Ona görə sələflər deyərdilər, biz də təəccüblənmirik insanlar dinə gələndə, sünnəyə gələndə. Biz təəccüblənirik o adamdan ki, dinə, sünnəyə gəldi və o yolda sabit qalıb öldü. Subhanallah. Ona görə Allah Subhanahu wa Taala Qurani Kərimdə buyurur ki: "Ya eyyuhellezine ittaqullaha hakka tuqati." Ey iman gətirənlər, Allahdan lazımı qədər qorxun, təqvalı olun. "Və la tamutunna illa və entum muslimun." Və yalnız müsəlman olaraq bu dünyadan gedin. Yalnız müsəlman olaraq ölün. Əsas sonluqdur qardaşlar. Ona görə gərək arxayın olmayaq. Olub üçün indi elhamdülillah ibadət edirik, namaz qılırıq, zikr edirik. Lakin biz bilmirik sonumuz nə olacaq. Və Allahın yanında əsas da sonluqdur. Əvvəl deyil, hətta orta da deyil. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm hədislərin birində buyurur ki: "İnnemel a'malu bil xavatim." Həqiqətən əməllərə dəyər son əməllərə görə verilir. Sən necə bu dünyadan getmisən? Hansı əməllərin üzərində idin və bu dünyadan getdin? Ona görə alimlər deyirlər ki, əvvəl naqis olsa problem deyil. Əsas sonluq kamil olsun. Biz də qardaşlar bilmirik son nə vaxt olacaq biz üçün. Lakin yəqinlə bilirik ki, əbədi yaşamayacaq. Və yəqinlə bilirik ki, təxminən bundan sonra 20, 30, maksimum 40 il yaşayacaq. Çox yaşamayacaq. Və lakin əsas nədir qardaşlar? Sabit olmaq üçün, bu dünyada haqq yolda olaraq getmək üçün əsas nədir? Əsas odur ki, hər gününü son günü kimi yaşamaqdır. Bu da əsas. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm İbn Ömərə deyərdi ki: "Kun fid-dunya ka'annaka gharib aw abirus sabil." Bu dünyada qərib insan kimi ol, müsafir kimi ol. Yəni bağlama bu dünyada. Özünü müsafir kimi hiss elə. Ona görə də İbn Ömər radiyallahu anh bu nəsihətdən sonra deyərdi ki: "İdə asbahta fala tantaziril masa." Səhər başladısa, axşamı gözləmə. Və idə əmsəytə fələ təntazir sabah və əksinə axşam başladısa, səhəri gözləmə. Yəni nə deməkdir səhəri gözləmə? Yəni saxlama xeyir əməlləri. Saxlama tövbəni. Günah işlədirsən, demək ki, sabah tövbə edərəm. Çünki ola bilsə sabah başlamayacaq. Sən də bu günahın üzərində dünyadan gedəcəksən. Ona görə İbn Ömər radiyallahu anh sonra deyir ki, hələm sağlamsan, xəstə deyilsə, xəstəliyindən qabaq sağlamlıqdan istifadə elə, qocalıqdan qabaq öz cavanlığından istifadə elə, öləndən qabaq həyatdan istifadə elə. Ona görə də qardaşlar, çox mühümdür bunu Allahdan istəmək, sabitlik və heç bir xeyr əməli, xüsusən tövbəni saxlamamaq. Ona görə hətta sələflərdən, Ali radiyallahu anh və digərdən rivayət olunur ki, "İnnəmə əhlakukum ulul əməl." Sahabələr deyədilər tabinlərə. Deyir, sizi həlak edən xeyr işləri gələcəyə saxlamaqdır. Ona görə də insan əgər həqiqətən fikirləşsə ki, bu onun axırıncı günüdür, necə bu günü keçirir? Və bəzi sələflərdən gəlib ki, deyərdilər, ona desəydilər, bu sənin axırıncı günündür, gün tərzi dəyişməzdi onda. Yəni, belə yaşayırdı hər gün ki, artıra bilməzdi. Abdullah Mübarək üçün səhv eləmirsə deyirdilər, müasirədən İbn Baz üçün belə deyirdilər. Desəydilər, bu sənin axırıncı gündür, İbn Bazın rahimehullah günü dəyişməzdi. Yəni, belə yaşayırdı hər günü. O demək deyir ki, sən işləri qoy, ancaq ibadətlə məşğul ol, yox. İbn Baz rahimehullah o boyda dövlətin müftisi idi. Nə qədər orada insanlar gəlir, qonaqlar gəlir, onları qarşıla, məmurlar, onlarla görüş, oradan burada söhbət, orada yaz, orada poz, orada qol çək. Lakin sən bunları hamısını niyyətin düzgün olsa, gündəlik hətta işini ibadət edə bilərsən. Sən əgər işləyirsənsə, pul qazanırsansa, ailəni saxlamaq üçün, bunu da Allah üçün elə. Ki, bu sənin vacibidir. Allah subhanahu wa ta'ala sənə vacib buyurub ailəni saxlamaq. Ona görə mən onu edirəm. Hətta yatanda, istirahət eləndə niyyətin olmalıdır, sabahsı gün ibadəti yaxşı eləmək üçün mən onu yatırıb dincəlirəm.
Ona görə Cabir radiyallahu anh sahabi deyərdi ki, mən Allahdan savabı gözləyirəm. Fi nevməti kəmə əhtəsibu fi leyləti. Yəni mən deyir, necə gecə namazı qılanda Allahdan savab gözləyirəm ki, savab qazanacağam. Yatanda da deyir, həmin o yatmaqda da savab istəyirəm Allahdan. Yəni belə yatmıram. Yatırım ki, Allah mənə savab yazsın. Fikirlərini istirahət edir. Lakin nəyə görə? Çünki onun istirahəti ibadət üçündür. Ona görə də qardaşlar, əsas, yəni bu yolda sabit olmaq üçün birincisi Allah Subhanahu taalanın o nemətini görmək, şükür eləmək, naşükür olmamaq, bilmək ki, bu nemətdir. İkincisi bu neməti qorumaq. Qorumaq da necə? Xeyir əməllərlə, xeyir əməl eləmək. Və üçüncü ən mühüm, bütün əməllərində Allahın razılığını istəmək. Ki, adi gündəlik əməllər, sənin vəzifən, işin, ailə məsuliyyətin savabsız qalmasın. Hətta o əməllərdə də sən Allahdan savab istəyəsən. Bu yada salmaq idi. Əlhamdülillah hamısını bilirsiniz çox şeyi. Allah Subhanahu taala bizi eşidib faydalan eləsin. Allah Subhanahu taala bizi sabit eləsin. Hətta bu dünyadan Quran və sünnə üzərində, Peyğəmbər sallallahu yolunun üzərində olaq və belə dünyadan gedək. Allah da yaxşı bilir. Və sallallahu əleyhi və səlləm və aləhi və səhbihi və səlləm.